Salam əziz xanımlar. Bugün sizə ametist daşından hazırladığım bilərziyin iş prosesini paylaşmaq istədim sizinlə. Bu daşlar qırıq daşlardır. Ona görə də bəzən trosun üzərində duruşunu bəyənmədim. Bu bilərziyi hazırlayarkən bir neçə dəfə sökdüm, yığdım. Tam hazır olandan sonra belə duruşunu bəyənmədim. Təzədən bir neçə dəfə yəni bunu söküb yığmışam. Sonda nəticə pis olmadı, yaxşı oldu. Hətta burada görürsünüz, muncuğun duruşu yaxşı deyil. Ona görə bu cür davam eləmədim. Ondan sonra söküb bir də təzədən yığmışam. Ametist daşı çox faydalı, kəsinliklə güclü bir daşdır, təbii daşdır. Stressi azaldır, zehni açır, huzur verir. Bundan başqa negativ enerjini pozitiv enerjiyə çevirmək kimi bir xüsusiyyəti var. Ümumiyyətlə təbii daşların çoxsunda bu xüsusiyyət var. Çünki hamısı torpaqdan çıxır. Biz bilirik ki, məsələn, tok vuran insanı, enerji çarpan bir insanı torpağa bastırırlar. Çünki torpaq o mənfi enerjini götürür. Həmçinin bu təbii daşlar da torpaqdan çıxdığına görə həmin xüsusiyyət onlarda da var. Və bu daşın bundan başqa baş ağrılarını yüngülləşdirir, sakitləşdirir, immun sistemini gücləndirir və qanı təmizləmək kimi bir xüsusiyyətinin də olduğuna inanılır. Sırğalarını da gördünüz, çox gözəl sırğalarımız var və bu da nəticə.